İrilərindən al, qonaq qabağına qoymalı, iri olsun. İri hardan gəlib? İri ər, ığın birləşməsindən. Irıq geçmişdə, qaynaqlarda yazılıb. Amma gedərək qısalar kəlmə. Bir ırmağın altında yatan daş kimin yontalınar. Suyun gedişiyle, axışıyla yontalanar. Qucağı, bucağı düşər. Onun üçün də ırıq olub iri. Ər demək ki, tamğalarımızda böyle bir şeylə görsənir də, düzdür? İki qolu açılıb bizim rəqslərimizdə, dənslərimizdə ar, yəni ər dediyimiz bunun öncəki Latində olan ar da bunun bir qoludur. Bunu buradan deyim. Ər, məsələn, Zeybək dansında belə gəlir, igid olan. Niyə? Çünki ər oradan başlanır. Hər şeyin yüksək, hər şeyin yuxarısıdır. Ərdir, məsələn, ərmiş deyirsən, yəni da en üst nöqtəyə varmışsan sən. Ya məsələn, ərmiş yetişməyə də deyirlər. Yəni məsələn, meyvənin en üst, yəni da qutuldur. Ondan üstü yoxdur. Ər bizim dildən bütün dünyanın dillərinə də geçmişdir. Bütün dillərdə baxsaz ər üst anlamında görünsə türkcədən, çünki türkcə tamğalarında ki neçə min illik bizim tamğalarımız, yazılarımız bütün cahanın yazılarını şəkilləndirib görünür. Yani hələ Çinin yazısı ortaya çıxmadan Türkün yazısı daşlara qazılıb. Ər böyümüş, yekəlmiş, ırıq. Irıq da ki, əkdir. Gəlir birləşir, irini düzəldir, böyük olan. Bax, gənə yüksək olmaq anlamı bunda var. Erdoğan, ərdir, ərlər gəldi. Bunlar hamısı böyük. Az ər bayqan. Bax, nə qədər bizim kəlmələrimizdə ər qullanılır. Ər çünki bizim böyük bir geçmişe sahip olan ve medeniyetimizi anlatan tamğalardan biridir. Var olun. İrilərindən amma almayın. İndi deyirlər, meyvənin xırdası məqbuldur. Niyə? Çünki xırda olan, deyirlər, hurmun falan filan yeyilməyib. Xırda olan, balaca olan, həmişə qurd yiyəni tapın alın. Niyə? Çünki o organikdir. Böyüdülməyib, yalandan şişidilməyib. O şişəni yiyən də gedər başqa şişər. Şuxluq.